bilmək heç nəyi məhdudlaşdırmaz. Allahın bilməyi, mən bir dənə misal çəkim sizə, misal kimi. Bir müəllimin bilməyi kimidir. Bir müəllim tələbəyə baxanda bilir ki, bu oxuyan olacaq, olmayacaq. Əksər vaxtıdır müəllimin fikri düz çıxır, düzdür? Niyə? Praktikasına əsasına ki, bundan oxuyan olacaq, olmayacaq. Müəllimin bunu bilməyi nə isə məhdudlaşdırır tələbədə. Yox. Əlbəttə ki, Allah bilir, Allahın elminin uzaq görənliyidir. Allah bilir, bilirsiniz nə deməkdir? Biz nəyi bilmirik? Qeybi bilmirik. Allah üçün qeyb yoxdur. Biz nəyi bilmirik? Sabahı bilmirik. Gələcək. Allah üçün zaman yoxdur. Bizim üçün keçmiş, bugün, sabah var. Allah üçün bir nöqtəcə hər şey. Məsələ budur.